إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما اللهم صل على Allah kabul etsin. Gönderdiğimiz salamda, verilen ihsanatında Allah Teala şehitlerini müşahede şehit anlamı bizde yoktur anlamına gel. Bakırıq ki, deyirik ki, şehit oldu. Oldu nədir? Oldu varlıq aləminə aid olasın. Şəhadətə ucaldı varlıq aləminə aid olasın. Yani biz əqli və nəqli dəlillərə baxanda görürük ki, şəhidlər ölməyib, onlar sadəcə cismi təhvil verirlər, ruhu aləmdə yaşayır. Cismi hər kəs təhvil verir. Yaradılmış bir gün ölmə məhkumdur. Kulü nəfsi dahi qatılmış olsun və ilə yaradılmış ölmə məhkumdur. Amma şəhidin məqamı odur ki, cismi təhvil verən kimi Allah dərgahına qovuşar. O Yasin surəsində oxuyuruq, qilə duxulil cənnə, qalə ya ləytəni qəmi ya'lamu bimə qafərə və mə ayənin daliyatına çıxır. Deyib, kaş qövmüm biləydi. Rəbbim məni nə üçün? Ona deyildi, gir cənnətə. Bax, şəhid canını tavşıran kimi, ruh bədəndən çıxan kimi ona deyilir, gir cənnətə. Sonra o deyir, yəni cənnətdəki məqamında deyir. Kaş qövmüm biləydi, Rəbbim məni nə üçün bağışladı və nə üçün hörmət sahiblərindən etdi. O da Mukrəmin sözü bəxiyatından çıxmışdı, hörmət sahiblərindən oldum demək. Bu Yasin surəsində buyurulan ayədir. Bəqərə surəsi 169-cu ayədə buyurulur ki, Allah yolunda. Bax, indi burada öldürülənlər kimi tərcümə olunur. Amma öldürülənlər də qəbz-ı ruh olmuşlara ölü deməyir. Onlar diridirlər, Allah dərgahında ruzilənirlər və özlərindən sonra gələn şəhidlər üçün sevinç içərisindədirlər. Niyə? Çünki onlar bilirlər ki, Allah onların əməyini tuç etməyəcək. Harada şəhidin adı çəkilib, Peyğəmbərlərin rəhbərləri yanında çəkilir. Yəni, Quranda hansı ayələrdəki şəhid adı var? Peyğəmbərlərin və rəhbərləri yanında. Və siz qazilərə də bir müjdə olaraq deyim, gedin açın Ali İmran surəsi 170-ci ayəni oxuyun. Sizin də haqqınızda, qazilərin də haqqında, yaralanmışların haqqında orada gözəl, xoş sözlər var və Allah Teala sizin də tərifinizi Quranda çatdırıbdır. Amma əsasən şəhidlərin xoşbəxt olmuş kimsələr olduğunu Allah bizə Quranda çatdırır. Şəhidlər birbaşa xoşbəxt kimsələrdir. Onlara ağlamaq filan, belə şeylər lazımdır. Düzdür, biz onlar üçün dua da eləyəcəyik, əzizlərimiz daxil. Onların həsrətində də olacaq. Amma düzgün dərk eləsək, baxırıq ki, onlar həqiqi varlıq aləmində olan onlar. Bax, bu yaşadığımız dünya gözəm, fani dünya deyirik. Bu bizə şişirdilmiş tərzdə göstərilmiş bir dünyadır. Amma and ola Allaha ruhi aləmdə, ruhi aləm bu dünyadan daha üstün aləmdir. Biz iki hissədən ibarətik, candan və ruhdan. Yəni bu bədəndən və ruhdan. İndi bu bədəni təhvil hamımız veririk. Amma gəlin o ruhi aləmdə harada olacaq, ona nəzər yetirək. Onun üçün çalışaq. Şəhidlər artıq bunun üçün çalışdılar, canlarını fəda verdilər və birbaşa getdilər, Allah dərgahında ruzilənir. Allah sizlərdən razı olsun. Verilən ihsanatı Allah qəbul eləsin. Biz daha Fatihə surəsi oxuyaq. Allah təşkil eləyən canını sağ eləsin. Allah cəmil eləsin. Çox gözəl qeyd elədiniz. Allah bu süfrəni təşkil eləyən analarımıza, atalarımıza və sizin hər birinizə biz təşəkkür edirik, hər birinizə minnətdarıq. Rəhmallah liməni yəqra'u surətil Fatihətü.
Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina sıratal müstakim. Sıratal lezîne en'amte aleyhim. Gayril mağdubi aleyhim veleddallin. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad, Allahus samad. Lem yelid ve lem yulad ve lem yakul lahu kufuven ahad. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah rahmet eylesin.